Bəzən günah vaksin kimi olur düz yolda olan adam üçün. Bəzən adam günah eləyir, xəcalət hissi ilə göylərə qalxır. Deyib günah eləyib peşman olmaq daha yaxşıdır, ibadət eləyib qürurlanmaqdansa. Bu din belə deyir. Bir daha deyirəm, amma mən düz başa düşün, mən günaha dəvət eləmirəm Ramazan ayında. Deyirəm ki, adam düz yolda olsa, günah da axırda onu səbəb olar dolayı yolla ki, o inkişaf eləsin. Çünki günah üzərində dayanar, peşman olar, istiğfar eləyər, o hal yaranar, inkişafa gedər. Kərbəlada bizlə ərəfədə olanlar xatırlayır. Demişdim, mən alimlərdən bəhrələnib onu demişdim. Demişdim ki, bəziləri Kərbəlaya ona görə gəlir ki, Allah görür ki, bu daim bədbəxt olur. Buna bir nəfəs lazımdır. Nəfəs lazımdır, deyir, gediz aparaq bunu Kərbəlaya, nəfəs lazımdır. Bax, bu düz yolda daxı günahını bir cür eləyir Allah ki, tənzimləsin. Düz yoldadır çünki.